Heç vaxt həyəcanlanmadığını deyən Fatimənin həyəcanını görsün. Bu il yaxşı keçdi, həm əyləncəli oldu, həm də çətin oldu, amma yaxşıdır. Xüsusən 6-cı sinif sənin üçün necə keçdi? Yəni həm yaxşı keçdi, həm pis keçdi. İmtahanlar biraz çətin olsa da, yəni çalışdım ki, yaxşı yazmağa çalışım. Amma yaxşı günlərimizdə yəni sizlə birlikdə olduq. Məsələn 8 martda, yeni ildə, Novruz bayramında. Yəni hər biri bizim üçün yəni gözəl bir xatirədir. Amma bu dərs ilinin çətinlikləri də var idi. Onlar da KSG-lər, BSG-lər, təkmilləşdirmə, monitoring. Yəni ona görə bu sinifdə həm sizi, həm də sinif yoldaşlarımı tanıdım. İlk dəfə liseye gələndə çox həyəcanlıydım, amma sizi gördükdən sonra bütün həyəcanım çox oldu. Səncə ən belə pis keçən günün hansıydı liseydə? Unutdum mənim bütün günlərim ondan getsin mənim. Afərin sənə İbrahim. İbrahim, məncə sənin bu həyat fəlsəfəndən çox insan yararlanmalıdır. Bəli, bütün pis günlərimizi unudaq. Bəli. Təmkinləşdirməz bunu. Təkmilləşdirməni də unudaq. Bəli, Yusif Nəsirli. Asan idi. Nə asan idi? Yazan keçdi. Aha. Gözəl idi yəni sənin üçün. Və sən gözəl günün hansıydı? Hələ birazdan başlayalım. Birazdan başlayacaq ən gözəl günün. Və sən pis, elə bir xatirən varmı? Təkmilləşdirməyə girəndə. Təşkiləşdirməyə girəndə. Can, bunlar nələr çəkdilər? Bəli, Hüseyn. Fikirlərini alaq ilimiz haqqında. Mən bütünlüyü pis yaşayım. Niyə Ayşe? Səbəb şəxsidir. Heç bir gözəl günün olmadı, belə çox mutlu olduğun, sevindiyin. Oldu ya, orada da təkmilləşdirmə gəldi. Təşkiləşdirmə. Tamam. İndi mutlusan əsas? Biraz. Birazdan BSG-yə girəcək bir uşağa verilməyəcək sual. Bəli, Sahil. İlimiz haqqında fikirləri var. Mən bura gələndə dedim burada dostlarım olacaq. Sonra yəni Tuncayla artıq dostluq eləməyə başladım. Yəni mənim üçün yaxşı keçdi. Dərslər 6 sinifdə dərsliyi çətin olsa da yaxşı qiymətlər almağa çalışdım. Nə gözəl. Səncə ən gözəl günün hansıdır? Mənim üçün hər gün yaxşı günlər. Bəli, Həsən Şahgərdiyev. Səncə ən gözəl günün hansıydı bu il ərzində? Müəllim hələ gəlməyib, baba gələcəkdi. Müəllim məktəbin qurtardığı gün. Bəs ən pis günün hansı? Məktəbin başladığı gün. Təşəkkür edirəm. Şəhriyar, liseydə ən gözəl günün hansıydı Şəhriyar? Bəs ən pis günün hansıydı səncə? Hər. Təşəkkür edirəm. Bəli, Murad. Böyle bəzi çox günlər yaxşı keçdiyinə görə, amma çox günlər də pis keçdi. Ələ salanlar oldu, pis yənlər oldu, bəzi xainlərin də çıxanları da oldu. Amma yenə də sinif rəhbəri Hacı Amanın çox bildirirdim, amma çox gözəl günlərim keçdi. Bəzi insanlar da var ki, hörmətlə yanaşdı mənə, yəni onlara da təşəkkürümü bildirirəm. Yaxşı günlərim də oldu, pis günlərim də oldu. İnşallah. Yaxşı günün məsələn nəyi nəzərdə tutursan? Yaxşı günüm keçdiyimiz bütün bayramlarda, Novruzdur, şənliklərimiz də. Bəs pis? Pis günlərimiz, pis günlərim də çox olur. Yəni tamam, məsələn, 3-cü gün və sair günlər də olub, amma yenə də burada olduğuma görə çox şadam. Bəli, Yusif, sənin üçün bu necə keçdi ay Yusif? Yaxşıdır. Səncə liseydə ən gözəl günün hansı gün idi? Birinci gün. Və sən pis günün? Üçüncü gün. Çünki çox təşəkkür. Bütün üçüncü günlər pis idi səncə? Bəli, Tuncay Qasımzadə, il boyu hamını canından bezdirib, özün nə hisslər yaşayırsan? Normal oldu, mən yaxşı. Yaxşıdır. Ən gözəl gün hansı gün idi liseydə? Və sən pis günün? Pis günlərimiz də oldu, yaxşı günlərimiz də oldu. Altı sinif. Pis günün hansı gün idi məsələn, ən pis günün? Ən pis təkmilləşdirmə olduğu üçün. Çox fərqli. Amma ən gözəl günüm isə çəkin vaxtında aparmışsınız o gün. Yaxşı keçdi. Bütün imtahanlar keçdi, çətin idi bəziləri. Amma ikisini yazmağa çalışdıq. Yəni yaxşı keçdi. Bəli, Nigar, sənin üçün necə keçdi 6-cı sinif? Həm çətinli, həm maraqlı oldu ki, bu da imtahanların verdiyi stresini, depresyonu. Ondan sonra da gələn rahatlığını, yəni imtahandan yaxşı çıxanda, və ki, yeni dostluqlar və həyatın çətinliyi gəlir. Çox əyləncəli keçdi. Yaxşı günlərimiz yaxşı günlərimiz keçdi. Əlavə olaraq çox dostlar da tanıdım. Maraqlı oldu. Təkcədən çox əyləncəli keçdi. Güneşin kalbimizi, şirin ağzına